Salam əziz izləyicilər, bugün sizlərə İsmail rayonunun Cülyan kəndində dağların ətəyində təbiət qoynunda yerləşən bir evimizi tanıdacağım. Bağda gördüyünüz kimi manqal, samavar, şiş kimi ləvazimatlar var. Burada belə bir akarsu və qonaqların əyləşə biləcəyi bir məkan yaradılıb. Hər tərəf ağaclarla əhatə olunub. Burada uşaqların əyləncəsi üçün alətlər quraşdırılıb, yerləncəyi və s. Bağda maşın saxlamaq üçün də yeri var. Dağdan və meşədən 20 metr, çaydan isə 50 metr məsafədə yerləşir. İstirahət mərkəzlərinə, gəzməli, görməli yerlərə, gölə olduqca yaxın bir yerdədir. İndi isə evin içərisi ilə tanış edəcəm sizi. Ev 2 otaq, bir kuxunstalovadan ibarətdir. Burada televizor, xaladenlik, paltaryon, isti soyuq su, qaz, işıq, hər cür şərait var. Bura evin bir otağıdır. 2 nəfərlik yatağı var. Burası isə ikinci otaqdır. Burada da 3 nəfərlik yataq yeri var. Evə gələn su sərin bulaq suyudur. Burası isə sanitar qovşaqdır. İsti soyuq su daimi. Evdə 6 nəfərin yerləşə biləcəyi bir şərait yaradılıb. Həm günlük, həm aylıq verilir. Maraqlananlar əlaqə saxlaya bilərlər.